17 yaşadək güləşçilər arasında keçiriləcək dünya çempionatının başlamasına sayılı günlər qalıb. 60 ölkədən olan pəhləvanların mübarizə aparacağı yarışda sərbəst güləş növü üzrə milli komandamız da qüvvəsini sınayacaq. Böyük məşqçi Hacı Əliyevin rəhbərliyi altında çıxış edəcək yığmamız doğma divarlar arasında yüksək nəticə qazanmağı hədəfləyir. Paytaxtımızda təşkil olunacaq və 7 gün davam edəcək beynəlxalq yarışda 663 atletin qüvvəsini sınayacağı gözlənilir. İştirakçı sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisine sahib olan turnirin ilk günlərində Yunan, Roma və qadın güləşçilər arasında görüşlər reallaşacaq. Çempionatın son günlərində isə müvafiq olaraq sərbəst güləş üzrə yeniyetmə pəhləvanlarımız da çempionluq uğrunda mübarizəyə qoşulacaqlar. Göygöl rayonunda təşkil edilən 14 günlük toplanışın ardından məşqlərini Bakıda davam etdirən sərbəst güləşçilərdən ibarət U17 yığmamızın böyük məşqçisi Hacı Əliyev hazırlıqların yüksək səviyyədə keçdiyini söyləyib. Dünya çempionatı ilə bağlı 3 komandamızın üçü də yaxşı hazırlıq keçibdir. Bizim də demək olar ki, mən milli komandaya baş məşqçi təyin olanlar 3-cü təlim məşqimizdir və düşünürəm ki, bu 3 təlim məşqində yaxşı hazırlaşmışıq və sözsüz ki, komandamızda məşqlərlə bağlı zədələr də olur və mənə elə gəlir ki, bu zədələr bizim dünya çempionatında qarşımızı kəsməyəcəkdir. Bizim güləşçilərimiz mənə elə gəlir ki, döyüşkəndirlər, əzmkardırlar və komandamızda son 3 Avropa çempionu vardı. Düşünürəm ki, yenə də yaxşı nəticə göstərəcəklər. 110 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq Hakim Tağıyev komanda olaraq uğurlu çıxışı hədəflədiklərini bildirib. Hazırlıq prosesi əla keçir. Birinci zborumuz gimnaziyada oldu, əla zbor oldu, 14 günlük. İkinci zborumuz Göygöl Olimpik İdman kompleksində oldu, 14 günlük. Hal-hazırdakı zborumuz Bakıda olur yenə. İnşallah yaxşı hazırlaşırıq. Sayılı günlər qaldı. İnşallah hamımız çempion olasıq. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunacaq Dünya Çempionatının açılış mərasimi iyulun 27-si saat 17:15-də baş tutacaq. Turnirə avqustun 2-sində yekun vurulacaq.